Qoç bürcü 30 may 2025-ci il. Enerji artımı hiss edəcəksiniz və nikbin əhval-ruhiyyə demək olar ki, bütün günü sizi müşahidə edəcək. Rəqabət ruhu bir çox Qoç bürcündə oyanacaq və bu yalnız bütün planlaşdırılan işlərin öhdəsindən gəlməyə deyil, həm də liderlik keyfiyyətlərini nümayiş etdirməyə kömək edəcəkdir. Sürətli karyera yüksələcək ehtimalı yüksəkdir. Sövdələşmələrin bağlanması, müqavilələrin imzalanması üçün əlverişli vaxtdır. Gün keçdikcə sakit qalmaqda çətinlik çəkəcəksiniz. Məişət problemləri sizə özlərini xatırladacaq. Ona görə də vacib məsələləri axşama qədər təxirə salmamalısınız. Buğa bürcü 30 may 2025-ci il. Səbirli olun, sizə lazım olacaq. Əgər soyuqqanlığınızı qoruya bilsəniz, bir çox vacib məsələləri həll edəcəksiniz. Buğaların əksəriyyəti təcrübəli həmkarlarının və ya yaşlı qohumlarının məsləhətlərinə qulaq assa yaxşı olar. Yeni əlaqələr qurmaq, kəsilmiş əlaqələri yeniləmək üçün əlverişli zamandır. Hər şey gözlədiyiniz kimi alınmayacaq. Çevik olun. İstənilən gözlənilməz hadisələrin öhdəsindən gələ biləcəksiniz. Axşam saatlarında bəzi köhnə ailə problemləri sizə özlərini xatırlatsa da, onları uğurla həll edə biləcəksiniz. Əkizlər bürcü 30 may 2025-ci il. Cazibədarlığınıza ancaq həsəd aparmaq olar. İstənilən danışıqlar, ictimai çıxışlar, ciddi məsələlərin müzakirəsi yaxşı keçəcək. Bir çox əkizlər insanları özlərinə cəlb etmə qabiliyyətlərinə görə deyil, sərfəli sövdələşmələr bağlaya biləcəklər. İndi cəsarətli ideyalar irəli sürmək, maraqlı təkliflər irəli sürmək üçün doğru zamandır. Təşəbbüsünüz yüksək qiymətləndiriləcəkdir. Bütün çətinliklərin öhdəsindən tək gəlmək lazım deyil. Etibarlı müttəfiqlər kömək etməkdən məmnun olacaqlar. Xərçəng bürcü 30 may 2025-ci il. Əhəmiyyətli işləri sonraya qoymayın. Səhər çoxdankı düşmənlərə belə ümumi dil tapmaqda çox bacarıqlı olacaqsınız. Bir çox xərçənglər digər insanların hisslərini, maraqlarını asanlıqla başa düşə, qarşılıqlı faydalı şərtlər təklif edə və onları əməkdaşlığa inandıra biləcəklər. Danışıqlar, konferanslar və ictimai çıxışlar üçün gözəl vaxtdır. Xoş xəbərlər almağınız mümkündür. Axşama doğru təsir edə bilməyəcəyiniz məsələlərdə xırda gecikmələr ola bilər. Vəziyyəti fəlsəfi yanaşın, bacardığınızı edin və boş qayğılara vaxt itirməyin. Yer bürcü 30 may 2025-ci il. Cəsarətli qərarlar və yeni başlanğıclar üçün gözəl gündür. Qətiyyət və vəziyyəti tez qiymətləndirmək bacarığı sizə kömək edəcəkdir. Onların sayəsində başqalarının imkanları xaricində olan işlərin öhdəsindən gələcəksiniz. Bir çox şirlər sərfəli sövdələşmələr bağlaya, sərfəli müqavilələr bağlaya biləcəklər. Rəhbərliyiniz və digər nüfuzlu insanlarla münasibətləri yaxşılaşdırmaq fürsəti yaranacaq. Yeni şeylər öyrənmək, peşənizi təkmilləşdirmək üçün əlverişli zamandır. Qazandığınız biliklər yaddaşınızda uzun müddət qalacaq. Axşam sevdiyiniz insanla səmimi söhbətlər üçün idealdır. Qız bürcü 30 may 2025-ci il. Heç bir şərhi şəxsən qəbul etməməyi bacarsanız, gün uğurlu olacaq. Həmkarlar və tərəfdaşlarla ümumi dil tapmaq çox vacibdir. Əgər cəhd etsəniz, qarşılıqlı faydalı əməkdaşlıq qura, təsirli nəticələr əldə edə biləcəksiniz. Bəzi qızlar başqalarının gözündə öz nüfuzlarını gücləndirə biləcəklər. Axşam çölə çıxmaq və ictimai tədbirlərdə iştirak etmək üçün əlverişlidir. Siz asanlıqla digər insanları özünə cəlb edə, onların rəğbətini qazana, maraqlarını oyadacaqsınız. Uzun müddətdir yaxşı tanıdığınız biri ilə romantik hekayənin başlaması mümkündür. Tərəzi bürcü 30 may 2025-ci il. Qarşıda sizi kifayət qədər çətin gün gözləyir. Lakin kifayət qədər səylə hər şeyin öhdəsindən gələcəksiniz. Bəzi planlar ləğv edilməli və ya təxirə salınmalı olacaq. Bir çox tərəzilər heç bir səbəb olmadan belə narahatlıq hiss edəcəklər. Vacib qərarlar qəbul etməməli, mühüm sənədləri imzalamamalısınız. Kənardan kömək tələb etməyən rutin işlərə diqqət yetirin. Həmişə bir-birinizi yaxşı başa düşsəniz belə, başqaları ilə danışıqlar aparmaq həmçəkindən daha çətin olacaq. İstənilən vəziyyətdə öz yolunuzda israr etməyə çalışmayın. Yaxşı münasibətlər saxlamaq daha vacibdir. Əqrəb bürcü 30 may 2025-ci il. Enerjiniz nəzərə çarpacaq dərəcədə artacaq. Bir çox əqrəblər ümidsiz görünən işlərin öhdəsindən gələ biləcəklər. Dürüstlük və düzlük hər şeylə tez razılaşmanıza, anlaşılmazlıqların qarşısını almağa və vaxta qənaət etməyə kömək edəcək. Ən yaxşı tərəfinizi göstərə, karyera yüksəlişi şansınızı artıra biləcəksiniz. Cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq. Bu həm işdə, həm də şəxsi həyatınızda faydalı olacaq. Qeyri-adi insanlarla maraqlı tanışlıqlar mümkündür, lakin onların hər birinin davamı olmayacaq. Oxatan bürcü 30 may 2025-ci il. Öz emosional impulslarınızı cilovlaya bilsəniz, sizi əlverişli gün gözləyir. Hərəkətlər və tələsik nəticələr səhvlərə səbəb olacaq. Ona görə də bir şey etməzdən və ya deməzdən əvvəl diqqətlə düşünməlisiniz. Bəzi oxatanlar eyni anda iş tapşırıqlarının öhdəsindən gəlməli və yaxınlarının problemlərini həll etməli olacaqlar. Tez dəyişmək və əhəmiyyətsiz detallardan yayınmamaq bacarığı kömək edəcəkdir. Günortadan sonra ünsiyyət tərzinizə xüsusi diqqət yetirin. Pis zarafatlar və yersiz tənqidlər sizin üçün əziz olan birini incidə bilər.
Oğlaq bürcü 30 may 2025-ci il. Səhər enerji artımı, fəaliyyət üçün susuzluq hiss edəcəksiniz. Eyni anda bir neçə şeyi etməyə çalışmasanız, hər şey yaxşı olacaq. Bir çox Oğlaq bürcündə rəqabət həvəsi yaranacaq. Bu enerjini düzgün istiqamətə yönəldə biləcək və özlərini əmin liderlər kimi göstərəcəklər. Rəhbərliklə həvəsləndirmək və karyera nərdivanında yüksəlmək şansınızı artırmaq imkanı olacaq. Axşam yaxınlaşdıqca tanış olmayan işlərin öhdəsindən gəlmək çətinləşəcək. Heç bir iri miqyaslı layihələri öz üzərinizə götürməyin. Əvəzinə başladığınız hər şeyi bitirin və düzgün istirahət etməyə çalışın. Dolça bürcü 30 may 2025-ci il. Başqaları ilə fikir ayrılıqlarının qaça bilməyəcəyiniz ehtimalı azdır, lakin bu ciddi münaqişələrə gəlməyəcək. Bəzi dolçalar təcili məişət məsələlərini həll etmək üçün işlərini ara verməli olacaqlar. Səbirli olun, vəziyyət tez yaxşılığa doğru dəyişəcək. Artıq günün ortalarında yaranan müsbət tendensiyaları görəcəksiniz. Ünsiyyətdə düzlük və dürüstlük sizə bir çox məsələlərdə razılığa gəlməyə, fikir ayrılıqlarının yarandığı münasibətləri yaxşılaşdırmağa və keçmiş şikayətləri düzəltməyə imkan verəcək. Kifayət qədər səy göstərsəniz, gələcək uğur üçün möhkəm təməl qoyacaqsınız. Balıqlar bürcü 30 may 2025-ci il. Sakitlik və balans bir çox problemləri həll etməyə kömək edəcək. Əksər balıqlar nikbin olacaqlar. Bu, onların başqaları üzərində qələbə qazanmasını asanlaşdıracaq. Qazanclı sövdələşmələr bağlaya, rəhbərliyiniz qarşısında yaxşı reputasiya yarada biləcəksiniz. Artan cəlbediciliğiniz bunda heç də az rol oynamayacaq. Təcrübəli həmkarların və müttəfiqlərin məsləhətlərinə qulaq asmaq zərər verməzdir. Axşam qonaqları qəbul etmək üçün əlverişlidir. Ümumi biznes və peşə maraqlarınız varsa xüsusilə yaxşıdır. Nəinki yaxşı vaxt keçirəcəksiniz, həm də dəyərli fikir mübadiləsi aparacaqsınız.